Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanlar Meteorun təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan. CBC FM Azərbaycan yazmaqla politoloq Aytən Qurbanova ilə danışacağıq. Hər vaxtınız xeyir Aytən xanım. Hər vaxtınız xeyir Xanlar bəy. Aytən xanım, Azərbaycan Azalın təyyarəsi Ermənistanda göründü və Ermənistan tərəfdə səs-küy salmaq istəyənlər də oldu, bu prosesi ziyan vurmaq istəyənlər də oldu. Amma ölkə rəhbərliyi tərəfindən bu məsələ çox müsbət qarşılandı və bu da təbii ki, hazırki hakimiyyətin sülhə nə dərəcədə sülh müqaviləsinin imzalanmasına, ümumilikdə sülhün yaranmasına nə dərəcədə maraqlı olduğunu bir daha göstərdi. Təbii ki, əslində müəyyən mənada buna mane olmaq istəyən qüvvələrin ola biləcəyi əvvəlcədən öngörülə bilən, ehtimal olunan hadisədir. Çünki çox təəssüf olsun ki, Ermənistan daxilində hələ də müəyyən revanşist qruplaşmalar var və onları idarə edən həm daxildə, həm xaricdə siyasi mərkəzlər var və onlar çalışırlar ki, Azərbaycanla Ermənistan arasında əldə olunmuş sülh danışıqlarındakı irəliləyişləri və razılıqları tamamilə sıradan çıxarsınlar. Yenə bir süni münaqişə ocağı yaratsınlar. Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması ilə bağlı iki dövlətin ortaya qoyduğu yanaşmalara kifayət çox kölgə salsınlar. Amma biz aydın şəkildə müşahidə edirik ki, Paşinyan administrasiyası ən azından son bir ildə götürdüyü öhdəlikləri qətiyyətlə icra etməklə bağlı müəyyən bir ardıcıl mövqe nümayiş etdirir. Daha əvvəldə əgər mövqeləri fərqli platformalarda dəyişə bilirdisə, biz xüsusilə 8 avqust Vaşinqton sazişindən sonra Paşinyanın daha qətiyyətli mövqe nümayiş etdirdiyini görürük və artıq belə rəsmi uçuşların başlanması, belə səfərlərin həyata keçirilməsi onu deməyə əsas verir ki, biz sülhün bir addımlığındayıq. Və təbii ki, dünənki elə Paşinyanın çıxışında da həm də mesajlar var idi, mən belə düşünürəm. Çünki təhlükəsizlik məsələlərinə də toxundu. Dedi ki, Azərbaycan tərəfdən bu informasiya çıxmayıb. Ermənistan tərəfdən çıxıb və Şahin Mustafayevin Ermənistana səfəri barədə danışarkən bildirdi ki, mən iki ölkənin baş naziri müavinlərinin səfərlərinin tarixi, sülh prosesinin məntiqi çərçivəsində hesab edirəm və bu mərhələyə çatdığım üçün çox şadam. Belə görünür ki, vaxtı ikən Ermənistan həqiqətən istəmirdi bu sülhü. Ermənistan hansısa bir formada buna müqavimət göstərirdisə, indi özü də seçki öncəsi də məhz bizim sülh istiqamətində, Azərbaycanın Ermənistana səfərləri istiqamətində xalq qazanmaq istəyir həm də. Təbii ki, biz Paşinyanın seçki kampaniyasına nəzər yetirsək, onun seçkiyə sülh gündəliyi ilə getdiyini aydın şəkildə müşahidə edə bilərik. Əslində onun rəqiblərindən fərqləndirən əsas nöqtə də bununla bağlıdır. Əgər rəqibləri keçmiş xunta rejimini təmsil edirsə ya da onların ideologiyasını daşıyıcısıdırsa, amma Paşinyan tamamilə müharibədən sonraki dövrdə xəyali Ermənistandan real Ermənistana doğru addım atmağı planlaşdıran, Azərbaycana qarşı ərazi ideyalarından imtina edən, Azərbaycan ərazi bütövlüyünü tanıyan, onun ortaya qoyduğu 5 prinsip əsasında 17 bənd üzrə sülh müqaviləsinin paraflanmasına nail olmuş bir lider olaraq seçkiyə gedir və bu seçki dövründə düşünürəm ki, əslində Ermənistan cəmiyyətində həqiqətən də Paşinyanın səsləndirdiyi fikirləri eşitməyə ehtiyacı olan insanların sayı çoxdur. Ermənilər uzun müddət hər zaman alət olaraq istifadə olunur. Biz bunu hər zaman təkrar olaraq vurğuluyoruz. Çünki regiona müdaxilə etmək istəyən qüvvələr hər zaman Ermənistan vasitəsilə çalışıblar ki, Azərbaycana təzyiq prosesi yaratsınlar, Azərbaycan ərazilərini işğal altında saxlasınlar və beləliklə də regiondakı öz maraqlarını təmin edə bilsinlər. Nəhayət ki, Paşinyan administrasiyası Azərbaycanın onlar üçün təqdim etdiyi gündəliyin əslində Ermənistan dövlətçiliyinin gələcəyi, Ermənistan regional proseslərə inteqrasiya olunması, daha çox rifah səviyyəsinin artması, iqtisadiyyatın inkişaf etməsi, eyni zamanda digər dövlətlərdən asılılığın balanslaşdırılması və nəhayət ki, suveren siyasi kursa sahib olması ilə bağlı kifayət qədər önəmli nəticələri ehtiva etdiyini aydın şəkildə başa düşür və düşünürəm ki, məhz bu gündəliklə seçki prosesinə başlanması və kampanyanın da bunun əsasında qurulmasının məqsədi də bununla bağlıdır ki, cəmiyyətdə bu istiqamətdə müəyyən bir təbliğata ehtiyac var. İstisna edilmir ki, Ermənistan cəmiyyətində yetəri qədər bunun əleyhinə olan qüvvələr var. Çünki uzun müddət Ermənistan ideoloji olaraq təzyiq altında olub və hər zaman Azərbaycan düşmənçiliyi, türk düşmənçiliyi ermənilər üçün bir istiqamətə çevrilib. Və düşünürəm ki, bundan sonraki mərhələdə də çox yaxın perspektivdə biz tamamilə humanist yanaşmalara sahib, sülhpərvər bir erməni cəmiyyətindən daha çox bu istiqamətdə mərhələ-mərhələ addım-addım irəliləməyə çalışan bir Ermənistanla qarşı-qarşıya qalacaq. Amma əsas odur ki, ilk addım atılsın və Paşinyan administrasiyası bu ilk addım atıb və biz Paşinyanın son çıxışında da bu bəyanatları açıq şəkildə görürük ki, baş naziri müavininin səfər
səfərini və eyni zamanda bu yüksək səviyyəli görüşlərin təşkil olunmasını kifayət qədər müsbət hal olaraq qiymətləndirir və sülh prosesi ilə bağlı nikbin baxışlara sahibdir. Ümid edirik ki, seçkinin nəticəsi bu istiqamətdə davam edəcək və həqiqətən də biz sülh prosesi ilə bağlı əldə olunan razılıqları nəhayət ki, sülh müqaviləsinin imzalanması ilə yekunlaşdıra biləcəyik. Təbii ki, bir xaricdən də təsirlər Ermənistana hazırki dövrdə, seçki öncəsi dövrdə biz şahidi oluruq. Xüsusilə Ocampo, Luis Moreno Ocampo və onun oğlunun yer aldığı videoda da biz bir daha bunu gördük, səsləndirdiyi fikirdə də biz bunu gördük. Bir Ocampo obrazı ilə və onun oğlu ilə artıq hansısa formada o 30% belə deyək, təsir etməyə çalışırlar, o neytral qalan 30% və Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasının vacibliyi vurğulanır həmin videoda və Avropa strukturlarına təsir imkanlarının açıq şəkildə bəhs olunur və Ocampo iddia edir ki, komandasında Avropa parlamenti ilə əlaqələri olan şəxslər mövcuddur və bu vasitə ilə Avropa siyasətinə təsir göstərmək, müxtəlif məsələləri gündəmə çıxarmaq və təzyiq mexanizmlərini işə salmaq da mümkündür. Hansısa formada görürük ki, hədələr var, amma buna fikir vermir Ermənistan tərəfi. Amma bir tərəfdən də bu Avropa İttifaqı kimi bir təşkilatın Azərbaycana qarşı qərəzi təbii ki, başa düşülən deyil. Çünki Qəbələdə elə Avropa ölkələrinin liderləri sıraya düzülüb görüşdə, amma bu tərəfdən də ittifaq bu cür açıqlamalar yayır. Əslində bu bizdə təəccüb yaratmır. Çünki çox təəssüf olsun ki, Avropa institutlarının müəyyən bir istiqamətlərində Azərbaycana qarşı qərəzli yanaşmaları biz 2-ci Qarabağ müharibəsi dövründə də ondan sonraki mərhələdə müşahidə edirdik və həmin dövrdə də bu hadisələri müzakirə edərkən aydın şəkildə ifadə edirdik ki, burada lobbiçilik fəaliyyətinin ciddi ölçüdə təsiri var və maxinasiyalar, müəyyən bir çekli pulların yığılması, rüşvət amili mütləq şəkildə orada qərarların verilməsinə və Azərbaycana qarşı qərəzli qeyri-konstruktiv yanaşmaların formalaşdırılmasına təsir edir. Haqlı siz vurğuluyorsunuz ki, Avropa dövlətlərinin əksəriyyəti Azərbaycanla müqavilələrin imzalanması, Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə sıraya dayandığı bir mərhələ. Strateji tərəfdaşlıq baxımından belə istəyirlər. Kifayət qədər bəli bu istiqamətdə də hətta biz onu da nəzərə alaq ki, 2022-ci ildə Ursula von der Leyen'in Bakı səfəri və bu çərçivədə imzalanmış Avropa İttifaqı ilə kifayət qədər önəmli bir saziş var və bu sazişin gələcəyə yönəlik Avropanın enerji təhlükəsizliyində, enerji təminatında nə qədər önəmli rol oynadığını biz ötən illər ərzində aydın şəkildə müşahidə etmişik. Yəni qlobal sistemdə bu qədər təlatümlü hadisələrin baş verdiyi bir mərhələdə Azərbaycan bəlkə də nadir və yeganə ölkədir ki, etibarlı tərəfdaş olaraq götürdüyü öhdəlikləri münaqişə vəziyyətində də, təzyiqlər altında da, qərəz və qeyri-konstruktiv yanaşmalar olsa belə icra edib. Və bunu bildikləri üçün əslində Avropa dövlətləri Azərbaycanla münasibətlərin davam etdirilməsində hər zaman maraqlıdır. Amma diqqət çəkən məqam onunla bağlıdır ki, bütövlükdə Avropa İttifaqı deyil də Avropa İttifaqının müəyyən institutları daha çox təsir mexanizminə sahibdir və biz eyni qaydada son paylaşılan videoda da Ocampo və oğlunun danışıqlarında aydın şəkildə görürük ki, Ursula von der Leyen'ə təzyiq mexanizminin formalaşdırılması ilə bağlı da müəyyən yanaşmalar var. Bu deməkdir ki, artıq Azərbaycanla bağlı ittifaq çərçivəsində müsbət tendensiya daha çox inkişaf edir və eyni zamanda Ermənistan və Azərbaycan münasibətlərinin inkişaf etməsi Avropanın daxilində müəyyən siyasi mərkəzləri narahat etməyə başlayıb. Və ona görə də çalışırlar ki, bu istiqamətdə qərar qəbul etmə mexanizminə, götürülən müqavilə öhdəliklərinin ləğv olunmasına, Azərbaycana qarşı yenə də hər hansı bir iddiaların səsləndirilməsinə nail ola bilsinlər. Bu mümkündürmü? Təbii ki, xeyr. Onsuz qlobal sistemdə belə kiril standartların olması, senatorların, dırnaqarası diplomatların pul vasitəsilə müəyyən bir təzyiq mexanizmləri vasitəsilə ələ alınması, Azərbaycana qarşı indiyə qədər aparılan kampaniyanın arxasında kimlərin dayanması ilə bağlı yetəri qədər dünya ictimaiyyətinin məlumatı var. Bizim məlumatımızın olması yetərli deyildi görünən odur ki, amma son bir neçə ildə informasiya cəbhəsində Azərbaycan bununla bağlı layiqli cavablarını onlara aydın şəkildə və operativ şəkildə verir və düşünürəm ki, bundan sonra atılacaq addımların hər hansısa bir formada təsir olmayacaq. Niyə? Çünki biz daha əvvəl tək başına bununla bağlı mübarizə aparırdıqsa, artıq Ermənistan da bu reallığı qəbul edir. Ən azından Paşinyan administrasiyası bu reallığı qəbul edir və seçki dönəminə təsir etmək mexanizminin belə bir ifşa olunması, düşünürəm ki, Ermənistan cəmiyyətində də müəyyən bir aydınlanma, bu istiqamətdə daha qətiyyətli mövqeyin nümayiş etdirilməsinə təsir edə bilər. Ən azından böyük bir əksəriyyətin seçiciləri təsir etməsi yetərlidir ki, seçkinin nəticəsində hər hansısa bir formada biz manipulativ nəticələrlə qarşı-qarşıya qalmayaq və həqiqətən də Ermənistan xalqının sülh və sabitliklə bağlı olan gündəliyə, eyni zamanda Ermənistanın gələcəyinə
Azərbaycana səs verməsinə müşahidə edək. Yoxsa əks halda onsuz Ermənistanın dövləti ilə bağlı ciddi təhlükəsizliklə bağlı təhdidlər var. Eyni zamanda regional təhlükəsizlik sistemi ilə bağlı da formalaşdırıla biləcək təhdidlər var. Təbii ki, bu sülh gündəliyinin aradan qaldırılmayacaq. Azərbaycanın yaratdığı reallıqları nə kimisə lobbiçilik fəaliyyəti, nə də hər hansı bir təsir və təzyiq mexanizmləri aradan qaldıra bilməz. Sadəcə bu hadisələr prosesləri uzatmağa və yenə də hər hansısa bir formada süni münaqişələrin yaradılmasına hesablanıb. Düşünürəm ki, artıq dünya bununla bağlı bir oyanış dövrü keçirtməlidir ki, parçala və hökmranlıq etmə mərhələsi imperiyalar dövründə qalıb. Artıq milli dövlətlər öz sərhədlərini müəyyənləşdirir və münasibətlərini beynəlxalq hüquq əsasında formalaşdırır. Və beynəlxalq hüquq da hər dövlətə bərabərlik prinsipi əsasında öz yanaşmalarını formalaşdırmaq imkanı verir. Yəni heç bir gücün qlobal sistemdə təsir mexanizmindən asılı olmayaraq, heç bir gücün başqa bir dövlətin ərazi bütövlüyü və suverenliyi ilə bağlı təsir və təzyiq mexanizmi formalaşdırmaq iqtidarı yoxdur. Azərbaycan bununla bağlı önəmli bir modeli formalaşdırıb. Təəssüf olsun ki, hər bir dövlət Azərbaycan qədər qətiyyətli mövqeyə, siyasi iradəyə və eyni zamanda diplomatik düşüncəyə və müdrik yanaşmalara sahib olan bir liderə sahib deyil. Cənab Prezidentin ortaya qoyduğu yanaşmalar bizi o təzyiqlərdən, təsirlərdən qoruyan və Azərbaycanı həqiqətən də sülh adasına çevirən ən əsas istiqamətlərdən biridir. Amma biz istəyirik ki, bizim yanaşmalarımız və bizim əldə etdiyimiz nailiyyətlər dünya üçün də bir örnək olsun və Okampo kimilərin, eyni zamanda Joseph Borrell kimilərin hər hansısa bir institutlar çərçivəsində müəyyən posta sahib olan dırnaqarası diplomatların ortaya qoyduğu yanaşmaların nə insan hüquqları, nə azadlıqları olmadığını, nə də ki, hər hansısa bir formada dövlətlərin inkişafına töhfə vermədiyini hər kəs aydın şəkildə başa düşsün. Çox təşəkkür edirəm Aytən xanım sizə. Mən təşəkkür edirəm. Sağ olun. Və Aytən Qurbanovanı dinlədik. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Bugünkü verilişimiz sona çatır. Sağ olun, salamat qalın.